hörmətlər, qeyd etdiyimiz kimi Tatar Qaraqoyunlu Qiyaslı icmasının 11 mart 2025-ci il tarixə doğma yurtda təşkil edəcəyi və hal-hazırda buradayıq tədbirlərimiz başlayıb. Tədbirimizin birinci bölməsinin, yəni şəhidlərimizin məzarlarının ziyarəti ilə əlaqədar edir. Şəhidimiz Fəxrəddin Piriyevin məzarını ziyarət etdik. İndi ikinci şəhidimiz Etibar Cəfərovun məzarı başındayıq. Şəhidlərimiz haqqında ayaqda danışdıq. Danışdıqca o mövzuda demək söz tükənməzdir, söz əbədidir, söz ömürlükdür, belə deyək. İnsan ömrü qədər, nə qədər yaşayırıqsa, bu şəhidlərimiz həmişə xatirimizdə, qəlbimizdə olacaq. Onlar haqqında söz deməyə Tanrı bizə öz yardımını göstərəcək, söz tapıb danışa biləcək, yəni ürək açıqlığı ilə. Məhz qeyd edildiyi kimi, həmin şəhidlərimizin, eləcə də bu doğma elimizin şəhidləri timsalında bütün şəhidlərimizin qanı hesabına, qazilərimizin canı hesabına bu torpaqlarımız azad olub. Bugün biz bura, necə deyirlər, həm kədərlə, həm sevinclə qədəm bastıq. Sevincimiz kədərimizdən üstün olsun bundan sonra. Qoy həmişə sevincli günlər yaşayaq. Bura gələn nümayəndə heyətinə bir daha təşəkkür edirik ki, əziyyətə qatışıb bu doğma yurda, bu bizim tədbirə, Tatar Qaraqoyunlu Qiyaslı icmasının keçirdiyi tədbirə qatılıblar. Bir daha sizə təşəkkürümüzü elan edirik və şəhidlərimizə rəhmət diləyirik icma adından. Eləcə də indi ürək sözləri şəhidlərimiz haqqında danışacaqlar. Bundan sonraki tədbirlərimizi də davam etdirəcək. İki doğullarını cərgiyle keçirlər, məzarlarına diz çöküb andisine. Qoca cavan baxmadılar, Allah'tan da qorxmadılar, neçə acılar sordular, qaldanırlar, can xocalı, can xocalı. Bir xatirəmi demək istəyirəm. Etibarın rəhmətlik şəhid olacağı ilin son belə deyək, Novruz şənliyi. Həmin ərəfələrdə yəqin ki, nisbətən yaşlı, o dövrü yaşamış insanların xatirəsində qalıb, Gözəlin evində içində keçirdik, sonra da Novruz tədbirini keçirdik. Etibar belə dişbaş uşağı. Etibar belə kimsədən o boyuna, qoluna, kiminsə belə baxmayaraq kimsədən çəkinib qorxan uşaq deyildi. Yaxşı mənada da belə deyək. Belə deyək ki, qəlbinə danmışdır. Allah rəhmət eləsin. Təbii ki, bu iki şəhidimizin timsalında bütün Azərbaycan şəhidlərinə rəhmət diləyirik. Çünki onlara bu günləri bizə yaşatdılar. Torpaqlarımıza qayıtmağı, elimizə, ovamıza, yurdumuza dönməyi bizə başlayır. Allah şəhidlərimizə rəhmət. Ben de bütün şəhidlərimizə rəhmət diləyirəm. Allah Etibarın atasına, anasına da rəhmət eləsin. Və arzu edirəm ki, bu körpə balalar da böyüyəcəklər. Heç vaxt biz o şəhidlərimizi heç bir yerdə, heç bir zaman unutmayaq. Mən cəmi şəhidlərə rəhmət diləyirəm. Özünüz bilirsiniz ki, mən də vaxtilə qazi olmuşam. Etibarın keçən yollarını mən də keçmişəm, Ağdərə istiqamətində. Və bilirik ki, hansı döyüş yollarını keçib. Allah ruhunu şad eləsin. Etibarın timsalında Fəxrəddin Piriyevin və digər şəhidlərimizin bugün 44 günlük müharibədə biz o 1-ci Qarabağ müharibəsində itirdiyimiz torpaqları bizə bəxş elədi. Biz buradan ağlaya-ağlaya hamımız bilirik ki, nə zülmlə buradan çıxmışdıq. Elə ordulu, necə deyirlər, vətəndaşlı birlikdə. Amma bugün şərəflə, ləyaqətlə biz bu ölkələrə, bu vətənə, bu millətə, bu kəndə gəldik, çatdıq. Allah yenə deyirəm, şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə can sağlığı versin və elimizdən, ovamızdan həmişə belə səsiniz, sorağınız gəlsin. Minnətdarıq hər birinizə, qarşıdan gələn bayramlarınız da mübarək olsun. Minnətdarıq sizə. Onları şad olsun. Cəmi qazilərə Allah Teala'dan min şəfa diləyirik. Deyir, yenə də gecələr işıqlar yanır, yenə də gözlərdə həsrət acısı. Görəsən nə qədər çəkəcək bu dərd, yenə fəryad edir şəhid bacısı. Şəhidin qoxusu olmaz deyirlər, paltarı kəfəndən tərtəmiz şəhid. Dalınca ağlayan kimsəsi yoxdur, yetim kimi öldü kimsəsiz şəhid.
Fəxr elə ey vətən, qürur duy məncə. Sənin üçün yox olan igidlərim var. Səni görmək üçün, sənin üçün ölüb körpəsini görməyən şəhidlərim var. Məni bağışlasın şəhid anası. Dağını böyük bir dağa döndərdi. Mən öz evimdə rahat yaşayan deyə öz doğma oğlunu torpağa verdi. Düşmənə son dəfə ürək sözüm var. Soxmayın gözümüzə çirkin bayrağı. Ədəbsiz deyiləm, təhqir eyləyəm. Sizə qənim olsun Türkün bayrağı. Allah bir daha Çox sağ olun. Allah köməyiniz olsun. Sağ olun. Mən də sizdən bir böyük kimiyim. Ürək sözlərimi demək istəyirəm. Bizim başımıza gələn bütün işləri bizə xor baxan, biz başa düşmədiyimiz bir sistemdə yaşamışıq. Qəfil bu hadisələri qaldırıblar. Yəni 90-cı illər, 89-cu illərdə bizim xalqımız düzdür, ayağa qalxdı, ancaq arxası olmadı. Özümüz öz gücümüzlə, öz qüdrətimizlə, öz qeyrətimizlə ayağa qalxdıq. Ancaq bizim nankör qonşularımıza fitva verən böyük imperiyalar onları qızışdırdı, bizim üstümüzə saldı. Elə bir vəziyyət oldu ki, bizim heç bir dostumuz yox idi. Ancaq bugünkü gündə özümüzü toparlayaraq bu 30 ildə özümüzə arxa kömək, böyük qüvvələr arxamızda durub, bundan sonra Azərbaycana heç kim xor baxa bilməz. Azərbaycan övladları elə ürəklə öz torpaqlarında yaşayacaq. Çünki elə bütün torpaqlarımızda bu bayraqlar qoşadır. Ona görə var olsun, hər iki bayrağın altında yaşayan bizim Türk milləti. Həmişə mehribançılıq olsun, həmişə unutqanlıq olmasın. Hətta belə bir dövr gəlib çıxıb ki, bizim deyə bilmədiyimizləri bax çocuklarımız deyir, balalarımız deyir. Artıq bunlar bizi saxlayacaqlar. Bunlar qeyrətli övladlar böyüyüblər. Düzdür, şəhidlərimiz də itirmişik. Biz bilirik ki, şəhidlərimiz çoxdur. Onları biz nə qədər yad eləsək, nə qədər geçsək, yenə ömrümüz çatlayacaq ki, biz onları başlacan yad eləyə bilərik. Amma hal-hazırda nə qədər ki, həyatlıyıq, nəfəs alırıq, biz bunları üzlərimizə düşən yükü çəkməliyik və ötürməliyik gələn nəsillərə. Minnətdarlığımı bildirirəm. Allah ömrünüzü uzun eləsin, həmişə belə işləri belə aparasınız. Çox sağ olun. Dünyada bütün millətlərin, bütün ölkələrin bayrağı var. Amma bizim bayrağın o ölkələrlə, o millətlərlə bayrağının fərqi ondadır ki, bizim bayrağımız şəhidlərimizin qanı ilə yoğrulur. Mən bugün Vidadi müəllim qeyd elədi, bu Türk bayrağının, Azərbaycan bayrağında gördüm. Doğrudan da bütün şəhidlərimizin məzarı üzərində dalğalanan bayraqlar və yadıma Ramiz Qusarçalinin bir bayraq şeiri düşdü. Deyir, şənini vəsf etməyə yetər, qüdrətim yetər. Ulduzunu, ayını göydə mələklər öpər. Hər rəngində bir qazi, bir şəhid, ya bir mən bitər. Sənə istiqlalımın əbədiyyət sancağı, Azərbaycan, Türkiyə bayrağı. Minlərlə şəhidimin tabutuna bələndin. Sən ağlar qalmış göyçəmin buluduna bələndin. Təbrizimin, Dərbəndimin qan hıçqıran sükutuna bələndin. O tayımda Savalan, bu tayımda Şah dağı, Azərbaycan, Türkiyə bayrağı. Sən azadlıq eşqim, sənə can deyəcəm. Ölüncə yolunda sənə şeir deyəcəm. Amma Şuşuya, sən sancılan daşa pir deyəcəyəm. Çəkəcəyəm gözümə kölgən düşən torbağı. Azərbaycan, Türkiyə bayrağı. Təşəkkür bildirirəm ki, Allah hamımızı var eləsin. Allah təala can sağlığı versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah təaladan bütün bu kəndimizdə, 3 para kəndimizdə uyuyan bütün ölülərimizə Allah rəhmət eləsin. Bir daha hamımıza təşəkkür bildirirəm. Yenə bir
şəhid qardaşı kimi hamınız bu gecə vaxtı uzun 550 kilometr yolu dəf edib bura gəlmişsiniz gecə vaxtı. Hamınıza minnətdaram. Allah təala hamınızı var eləsin. O gün olsun elimiz, obamız hamısı yurdumuza qayıtsın. Allah hamımızdan razı olsun. Siz benim kardeşimi ziyaret ederdiniz. Allah köməyiniz olsun. Artıq sən Allah rəhmət hamımızın, eləsin. Hamımızın qardaşı. Bununla tədbirimizin birinci hissəsi sona yetir. İndi ikinci hissəsinə başlayacaq birazdan. İştirakçıların hamısına bir daha təşəkkür elan edirik.